2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım göstəricisine uyğun olaraq bu il yanvarın 1-dən 9,3% indeksləşdirilməklə artırılır. Konkret AS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat. Prezident İlham Əliyev yeni əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə Nazirlik tərəfindən 2026-cı il yanvarın 1-nədək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən artırılır. Bildirilib ki, bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan elektron sistem üzərindən avtomatik həyata keçirilir. Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara, o cümlədən pensiyaçı olan hərbi qulluqçular və hüquq mühafizə orqanları əməkdaşları, yəni 1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılır. Həmçinin qeyd edilib ki, dövlət başçısının sərəncamı ilə sığorta olunanların fərdi hesablarında 2026-cı ilin yanvarın 1-nədək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6% indeksləşdirilərək artır. Hər ilin əvvəlindən tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əmək haqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir, deyə məlumatda vurğulanıb.